Sözsüz ki, İranda baş verən hadisələr indi Azərbaycanda da, digər dünya ölkələrində də çox ciddi izlənilir. Və burada əsas məsələlərdən biri, bizi düşündürən məsələlərdən biri, oradakı 40-42 milyona yaxın Azərbaycan türkünün aqibətidir. Birləşmə məsələsinə gəlincə, biz İranın tarixinə və bu tarixin milli kimliklərə necə təsir göstərməsinə ciddi belə deyək, yanaşmalıyıq və araşdırmalıyıq. Çünki İran elə bir coğrafiyadır, elə bir mədəniyyətdir ki, bugünə qədər bütün o İran coğrafiyasına gəlmiş işğalçıları öz mədəniyyəti ilə assimilyasiya eləyə bilib. Yəni onların milli kimliyin İranlılaşdıra bilib. Məsələn, tutaq ki, Monqolları, Monqolları tamamilə assimilyasiya elədilər. Ərəbləri İran mədəniyyəti ilə belə deyək, zərərsizləşdirdilər. Ərəb təsirini sıfıra indirdilər və hətta 9-cu əsrdən başlayaraq o şiəliyin belə deyək, oyanış dövründən başlayaraq alternativ İslam modelinə qədər dinin özün belə ərəb kökənindən qopardılar. Yəni İran İslamı deyilən o şiəlik ki, belə deyək, orada hegemon bir inanc sistemidir. O artıq ərəb İslamından, Ərəbistandan gələn İslamdan tamamilə fərqli bir İslamdır. Və bu cür milli kimliklərə İran mədəniyyətinin, İran kültürünün təsirini nəzərə alıb, biz oradakı türklərin milli kimlik anlayışının hansı şəkildə, hansı formada, hansı məzmunda qaldığına göz atmalıyıq. Məsələn, tutaq ki, bizim özümüzün də milli kimliyimizdə müəyyən Avropa, Rus mədəniyyətinin təsirləri var və bu bizim milli kimliyimizin belə deyək, aşınmasına deməzdim ki, tamamilə belə deyək, mənfi təsir göstərib, amma müəyyən mənada bizim milli kimliyimizdən bir xeyli caydırıb. Və burada İran mədəniyyəti ilə Rus-Avropa mədəniyyətini də qarşılaşdırıb müqayisə aparmalıyıq. Rus-Avropa mədəniyyətində daha çox rasional, belə deyək, kökənli, sekularizmə yaxın bir, belə deyək, mədəniyyət bizə gəldi. Amma İran mədəniyyəti xüsusilə bu 10-cu əsrdən bu tərəfə daha çox emosional yaddaşa hesablanmış bir mədəniyyətdir. Teatral yaddaşa hesablanmış bir mədəniyyətdir və bunu öhdəsindən gəlmək, bunu hər bir milli kimliyin, bu teatral, bu emosional təzyiqin müqavimət göstərməsi çox çətindir. Ona görə mən bu məsələdə, o birləşmə məsələsində ilk belə deyək, mərhələdə biz bu milli kimlik məsələsini həm o tay üçün, həm bu tay üçün bir aydınlıq gətirməliyik. Məsələn, biz özümüzə Azərbaycanlı deyirik, vətəndaş kimliyi qəbul eləmişik. Müəyyən mənada milli kimliyimizi, vətəndaş kimliyimizə güzəştə getmişik. Cənubi Azərbaycanlılar bu barədə nə düşünür görəsən? Məsələn, onlar tutaq ki, İran türklüyün Azərbaycanlı vətəndaş kimliyi ilə əvəzləmək deyə bir ideya ağıllarında varmı? Yoxsa onlar məsələn düşünürlər ki, biz Azərbaycanlı vətəndaş kimliyimizdən imtina eləyib qayıtmalıyıq özümüzün ənənəvi əcdadi kimliyimizə, türklüyü qəbul eləməliyik. Bunu edərsək bizim cəmiyyətimizə necə bir təsirləri ola bilər? Yəni biz dövləti buradakı Şimali Azərbaycanda 18-ci ildən bu yana qurulmuş bu dövlətin ayaqda qalmasından ötürü öz milli kimliyimizdən güzəştə getmişik.